Bismillahirrahmanirrahim. Müsəlman dünyasında ən böyük məşhur hadisələrdən biri də Peyğəmbərimizin xristianlarla mübahiləyə getdiyi gündür. Həmin mübahilə günü Zilhiccə ayındadır. Xristianlar Peyğəmbərimizin yanına gəlir, onunla İslamın dininin haqq olduğu və özünün Peyğəmbər olduğu barəsində və İsa Peyğəmbər haqqında deyilənlərlə bağlı mübahisə edir. Haqq bəyan olunandan sonra, haqqı qəbul etməyəndən sonra Allah tərəfindən Ali İmran surəsinin 61-ci ayəsində Peyğəmbərə əmr olunur ki, onlarla mübahiləyə çıxsın, qarşılıqlı qarğış eləsinlər, kimin haqq olduğunu Allah təyin etsin. Haqqa Allah tərəfindən təbii ki, bəla gəlməyəcək, nahaqq olana, batil olana Allah tərəfindən əzab gəlsin. Xristianlar bunu qəbul edirlər. Ayədə Allah təala Peyğəmbərə özü ilə qadınlardan və uşaqlardan və özü kimi, özü qədər əhəmiyyətli olan bir şəxsin aparmasına söhbət açılır. Və tarix kitablarına, təfsirlərə, hədislərə əsasən o şəxslər xanım Fatimə Zəhra, Həsən və Hüseyn və Həzrəti Əli əleyhissalam olmuşdur. Peyğəmbərlə birgə sonda xristianlar qorxub bəlanın əlamətlərini görürlər, Peyğəmbərin haqq olduğunu hiss edirlər, bəla gələcəyindən qorxub Peyğəmbərə təslim olub əvəzində başqa şərtlərlə Peyğəmbərlə razılaşırlar. Həmin gün İslam dünyasında bayram qeyd olunur. Peyğəmbərimiz həmin günü Əhl-i Beytin haqq olduğuna Allah da Quran-Kərimdə mübahilə gününü qeyd etmişdir. Həmin gün bir neçə əməlləri vardır. 1. Oruç tutmaq. Həmin gün oruç tutmaq müstəhəbdir, savabdır. 2. Qusl etmək. Mübahilə gününün quslunu verirəm qurbətən iləllah. 3. Həmin gün bayram kimi qeyd olunub gözəl paltarlar geyinmək, ətirlənmək və möminlərlə bir yerdə bayram əhval-ruhiyyəsində yaşamaq. 4. Zöhrdən qabaq 2 rükət namaz vardır. Və bu namazı zöhr namazından yarım saat təqribən qabaq qılarsınız. 2 rükət namazdır. Hər rükətdə Həmd surəsindən sonra 10 dəfə İxlas, Qul Huvallah surəsi oxunur, 10 dəfə Ayətəl Kürsü oxunur, 10 dəfə Qədr surəsi oxunur. Və İmam Sadiq əleyhissalam bu namazın barəsində çoxlu təriflər və savablar söyləmişdir, bəyan etmişdir. Və namazı qurtardıqdan sonra bir dua var. Allahumma inni əs'aluka min bahaikə bi əbhah belə başlayır və həmin bu duanı axıra qədər oxumaq tövsiyə olunmuşdur. Mübahilə günü bərəkətli gündür, həmin gün dua günüdür, həmin gün dualarınızda bizləri də unutmayın.